Sən demədin mi Arazdan uzaq dur? Neçə dəfə? Dayan bir dəqiqə. Neçə dəfə deməliyəm ha sənə? Axırıncı dəfə deyirəm. Arazdan uzaq dur. Ne verdin kafede kızın sen? Çayxana deyirsən? Ha. Hansı qızla? Danışırdım da indi çaydan danışırdım, sudan danışırdım. Söhbət edirdin. Aa, Biz mənlə söhbət eləmişsən. Sənə niyə çaydan danışmıyorum mən? Qara, sən dilimi qopardaram. Nə vardı mən? Belə qudurmusan? Ha? Qorxursan da üçün. Qardaşımdan qorxursan. Hə, bu oğlan heç kimdən qorxmur. Necə sən Qaqar? Ha, belə qorxarsan hə. Kürsən başı belə. Qorxmurdum bəs. Salam verirdim də. Nə idi? Ailət də. Nəysə, mən konsertə getmək istəyirəm. Konsertə. Ha, Gedək də. ha, gedək. Nə vaxt istəyirsən gedək. Gedək də. Nə vaxt konsert? Nə bilim, nə vaxtdır? Nə vaxt baş verməlidir ki? Bilmirəm. Nə vaxt olsa gedərik də. Hə, də narahat olma da. Elə bilsən aparmaram, apararam. Səni həmişə görəndə çox təəccüblənirəm. Yaxşı edirsən. Sən necə belə hər şeyə çatdıra bilirsən? Məsuliyyətliyəm. Sonra danışarıq, yaxşı? Mən getməliyəm, işim var, dərslərim var, riyaziyyata qoşulmalıyım. Yaxşı. Ha. Nə olub sənə? Mən eşitmişdim ki, bəs bir-iki dənə məsələ eşitmişdim.